Lokal şəbəkə, yəni Local Area Network, qısaca LAN, məhdud bir ərazi daxilində yerləşən kompüterlərin və digər qurğuların bir-biri ilə əlaqə qurmasını təmin edən şəbəkə növüdür. Lokal şəbəkənin əsas avadanlıqları: şəbəkə kartı, Network Interface Card, NIC. Bu qurğu kompüterin şəbəkə ilə əlaqə qurmasını təmin edir. Məlumatların göndərilib qəbul edilməsində əsas rol oynayır. Kabel, Ethernet kabeli və ya Wi-Fi. Kabel fiziki bağlantını təmin edir. Wi-Fi isə simsiz qoşulmağa imkan verərək istifadəçilərə daha rahat hərəkət azadlığı yaradır. Router və ya switch. Bu qurğular şəbəkədə olan cihazlar arasında məlumat mübadiləsini təşkil edir və bir neçə kompüterin eyni şəbəkədə işləməsinə şərait yaradır. Modem. İnternet bağlantısı üçün. Modem provayderdən gələn internet siqnalını qəbul edərək onu kompüterlərin istifadə edə biləcəyi formaya çevirir.